Heç olubmu ki, bir yerdə mühüm qərar qəbul etmək lazım gəlib və hər kəsin bir fikri olub? Məsələn, bir səyahət planlayanda biri maraqlı bir yer təklif edir. Biri yaxşı restoran tapır, o biri isə çay, meyvə və döşək barəsində düşünür. Nəticədə isə ortaya mükəmməl bir səyahət çıxır. Allah Qurani-Kərimin Şura surəsi 38-ci ayəsində bizə belə buyurur: "Və əmruhum şura beynəhum." Onların işləri öz aralarında məsləhətləşmə yolu ilə həll olunur. Bu ayə bizə qızıl bir prinsipi öyrədir. Qərar qəbul edərkən fərqli fikirlərə ehtiyacımız var. Tək başına qərar vermək yerinə başqaları ilə məsləhətləşmək daha düzgün və mükəmməl nəticələrə səbəb olar. Bu, həm də qrup daxilində birlik və həmrəylik hissini artırır. Hətta Peyğəmbər salavatullah ki, insanlığın ən kamil nümunəsi idi, müxtəlif məsələlərdə səhabələri ilə məsləhətləşirdi. Bu da onu göstərir ki, məsləhət almaq zəiflik deyil, əksinə başqalarına hörmət və dəyər verməkdir. Ona görə də ailədə, iş yerində, dostlar arasında bir-birimizin sözünə qulaq asmağı və fikir bildirməyə imkan verməyi unutmayaq. Bəlkə də əhəmiyyətsiz sandığımız bir fikir müdrik və təsirli bir qərarın açarı ola bilər. Və nəhayət qərardan sonra bir-birimizi razı salaq ki, sonu qaşıq və çəngəl savaşı ilə bitməsin.